şantaj, montaj, intrika, kaos. Bütün hamısı bu videoda. Değerli izleyiciler, akşamınız xeyir olsun. Danışır Bakı Sur Hüseyin Ağız kanalına hoş geldiniz. Bəli, əziz aparıcılarımız, sizin bu talk showunu çəkməkdə məqsədiniz nədir? Bəli. Məqsədimiz bizim gözəl, əziz, dəyərli divamız, əziz, dəyərli doziçkamız Hüseyin bəy üçün xatirə olaraq, özümüz üçün xatirə olaraq çəkirik. Biz onun gözəl ifşalarını sizinlə bugün paylaşacağıq. Həmçinin təkcə onun yox, öz ifşalarımızı da. Bəli. Məqsədimiz, talk showumuzun məqsədi budur. Bəli, bəs bu Hüseyin kimdir? Nəçidir? Bunun haqqında məlumat verərsiniz. Hüseyin bizim grubumuzun ana üzvüdür. O olmazsa grubumuz tamamlanmaz diye düşünürük. Çünkü kanalımızın Bəli. yaradılma məqsədinin elə budur. Danışır Bakı Sur Hüseynin ağzı. Amma təəssüflər olsun ki, Hüseynin xəbəri yoxdur hələ də. Bu veriliş görəndən sonra xəbər olacaq. Ona görə də sponsorlar haqqında danışmaq istəyirəm. Onlar sponsorlarımız haqqında danışaq. Bəli, İlk buyurun. sponsorumuz Yanıq Abdullahın ikoları Bəli, nə gözəl bir və sponsor. giydirmə döşəsimiz Sweet Star. Sağ olsun, verilişinizə çox böyük qatqılar Bəli. oldular. İndi isə videolara keçə bilərik. Bütün deyə al düşünürəm. marketlər şəbəkələrindən əldə edə Əldə bilərsiniz. Bəli. İndi isə videolara keçək. Bəli. Digər bir sualım var sizə ki, Aha. bəs bu Hüseynlə necə tanış oldunuz? Niyə tanış oldunuz? Necə buralara gəlib çıxdınız? Bizi qovuşmamıza səbəb 32 nömrəli Ağdam məktəbidir. Və digər bir səbəbkarsa Cəvahir müəllimədir. Buradan ona qucaq dolusu salamlarımızı və öpücüklərimizi Divamız. göndəririk. Biz onun Cəvahirin mələkləriyik. Yeganə qanadlarımız yoxdur. Uzun bir müddət qarnımız cırılandan sonra bu kareni yeni çəkirik. Bəli. Biz daha doğrusu ilk öncə Hüseyin, Hasil, Nicat qovuşublar. Daha sonra mən qatılmışam aralarına. Nəysə ki, bizim sevgimiz buraya. Bəli, indi əgər mümkünsə o videolardan kiçik bir nüsxələr görə bilərikmi? Təbii ki də Bəli, bu bəli. göstərə bilərik. Verərəm, verim aparsın. Verim də. Verim istifadə etməzdən. Ömrü verərəm. Sərpəm! Sərpəm cavab ver! Bəs Hacı xanım bu video ilə əlaqəli düşüncələriniz nələrdir? Videoda görürük ki, Hüseyin bəy yenə həmişə kimi cırladılır. Bəli. Onun nəzih ruhu Oxşanır. tapdanır. Tapdanır, bəli. O asaləti yerlə yeksan olur hal-hazırda o videoda. Yəni fikirlərinizdə bəs siz? Mən düşünürəm ki, Hüseyin nəzik kimi görünməyə çalışır, amma içindən bir canavar oyanır. Onu qıdıqladığımız zaman, qıdıqlandığı zaman daha doğrusu. Və düşünürəm ki, Hüseyni həmişə cırnatmayaq. Məncə də cırnatmayaq, çünki başımıza bir gün çox böyük bir iş açılacaq deyə düşünürəm. Bəli, əziz aparıcılar və izləyicilər, indi isə keçirik ikinci videomuza. Azizliyə ondan. Düşüncələr nələrdir Xədicə xanım? Düşüncələrim orada belə xatırlayıram ki, məcbur sənin aldırdığın suxariki idi. Kukruzları. Kukruzuydu və o kukruzu dadına baxandan sonra Məcbur, hamısını mən yedim. bəli, məcbur səni yedizdirdik. Bəli. Çünki həqiqətən də çox pis idi və onu biz demişdik ki, dadı gözəl olmayacaq, amma Elə məsələn ona görə də 1 manat idi. Çox ucuz olduğuna görə almışdım və elə demək ki, dadı pis olduğu üçün də 1 manatı manat qoyublar. Oba səni qınayırıq. ona görə sponsorumuz deyil. Bəli. İndi isə
digər bir dəlicəsinə olan videoya keçirik. Geleceğim. Olmaz. Geleceğim. Olmaz. Geleceğim. Olmaz. Ama lütfen geleyim ya. Olmaz ya. Ne alır ablam sevdiğin altın olsun ablam. Tuttuğum muradına ersin ablam. Ama bana duygu sömürüsü yapma. Ama lütfen ya. Bəli, bu qonaqlığın təşkil olma vəsiləsində elə məhz bizim atamızdır deyə düşünürəm. Yeganə bizdə qonaq aləti var ki, qonaq gələrkən qonağın özü vaxtı təyin eləyir, yeri təyin eləyir və yeməkləri belə təyin eləyir. Belə qonağa eşq olsun. Yəni mənfilərini saydıq, müsbət cəhətlər də odur ki, qabları yuyub getdi. Bəli. Bizzat qabları yuduq. Qəşəng bir dənə qurulamadığımız qaldı. Onu da təbii ki də ev yəsinə qoyduq ki, qurulasın. Bəli. Bir zəhmət. Heç nə. Və buradan bizim həmçinin atamız bizim sponsorumuzdur. Atamıza qucaq dolusu sevgilər. Bəli. Təşəkkür olsun əziz aparıcılarımıza. İndi isə ara vermədən digər bir videomuza keçirik. Tam sıraq deyə bunlar. Heç bunun da tadı yoxdur. Bəli, həmin günü Çox dünən kimi əylənmişdik. xatırlayıram. Bəli. Biz yenə abur-cubur almışdıq. Kasıb sayağı görüşürdük çöldə parkda. Həmişəki kimi. Və sağ olsun Hüseyn hamısını yeyib qutarandan sonra bizə çox gözəl bir şey xatırlatdı. Hamısı raqdır. Hamısı raqdı. Və onu bilə-bilə yenə də yedik. Bəli. Çünki malımıza zərər dəyəcəyinə canımıza dəysin. Bəli, pul vermişdik. Bəli, pul vermişdik ona. İndi isə keçirik əziz aparıcımız olan Hasil bəyin gözəl və özəl bir videosuna. Diqqətlə hər kəs qulaq asın. Doğruya nə qatırsınız? Xiyar, pomidor, dalıca bir balaca ər tükü, dalıca bir balaca qaynana tükü, dalıca da bir balaca baldız tükü. Məsələn, bu videonu niyə silməmisiniz və qalyarata qalıb? Məsələn, bu video niyə silinməyib sizdə? Burada mən neçə illik aparıcı yoldaşımın da gerçək yüzünü görmüş oldum. Biraz şokdayım. Amma öhdəsindən gələcəm çünki mən nə şoklar atlatmışam. Bəli, biraz toxusu yana alaya bilərəm. Görməməzlikdən gəlirəm. Nəysə. Deməli, bu qrup yığışanda əsas məqsəd o olur ki, güya nəsə seçilmiş bir mövzu danışılacaq. Ancaq danışılan zaman dindən başlanır və siyasətə qədər bütün keçmişdən bu günə qədər olan məsələlər müzakirə olunur. Və bunun ən bariz nümunə videolarından birini istərdim ki, sizə göstərim. The one, the one, cunt. The two, the cunty, one. The cunty, the cunt. Just the cunt. Just the cunt. Better keep that pussy cunt. Bəli, mən düşünürəm ki, biz dünya görüşlü bir qrupuq. Məncə də. Siyasətimizdən tutmuş dinə qədər olsun. Hər mövzu haqqında bilirik. Bilmədiyimiz şeyə qurd düşür. Bəli, Hər şey haqqında bilirik. Hər kəs haqqında hər şeyi bilirik. bəli, Amma susuruq. bəli. Bir vaxta qədər susulur da yəqin ki. Belədir, Xədicə Bəli. xanım. Nəsə, kat elə də bunu, kat. Bir vaxta qədər susuruq, ta ki quyruğumuza basana qədər. Ondan sonra biz o qədər, necə deyim, yəni quyruğumuza basana qədər çox asil, çox nəzik bir insanlarıq. Amma quyruğumuzdan basılandan sonra biz Məncə xət çox danışılır. məhəllə arvadına dönə bilərik. Məncə xət çox Bəli. Hər şey, Yəni hər kəs haqqında hər şey bilirik. Ehtiyatlı olun. Bəli. bizim bu qədər sərbəst olma səbəbimiz nədir bəs sizcə? Məncə sosial fobiyamıza qalib gəldiyimizdir. Çünki yadıma gəlir, sosial fobiya qalib gəldiyimiz gündən sonra biz daha da dəyişildik, daha da genişləndik deyə düşünürəm. Bəli. İndi həmin o videonu göstərə bilərik. Bəli, indi isə mən sizə həmin o videonun bir hissəsini, fraqmentini göstərmək istəyirəm. Bu arada vlogumuzu izləyə bilərsiniz. Bugün sosyal fobia galip geldi. Part 1. Oradan başlayacağım. Sosyal fobia.
uşaqlar getsin, biz bilirsən ki, çox anlayışlı. Ya, bəli, bəli. Bəli, görünür ki, biz sosial fobiyaya çox həddindən artıq bir yox demişik. Bəli. Bəli. Artıq, yəni sosial fobiya bizdən qorxur. Exactly. Əziz tamaşaçılar, proqramımız artıq sona çatır və bizi bura qədər izlədiyiniz üçün çox minnətdarıq. Və buna vəsilə olan Hüseynə yenə qucaq dolusu sevgilər Sevgilər. göndəririk. Bəli. Allah onun canını sağ eləsin.